Salam uşaqlar. Aleyküm. Necəsiz? İnsanlar niyə xoşbəxt deyirlər? Maraqlı sualdır əslində. Yəqin xoşbəxt olmağı bacarmırlar. Səhər saat 6-da duruq, axşam saat 4-də gəlib, 5-də gəlib çıxırıq evə. Nətə xoşbəxt? Maşallah. Bəs xoşbəxt olmaq üçün nə etmək lazımdır? Pul. Pul lazımdır. Sizcə pul olsa bütün işlər həll olunar? Bəli. Sən maşın alaram, saat 7-də çıxaram da, 6-da çıxmaram. Probka da axı. Probka da olsun da, Motosiklet Motosikletlə. olar əslində. Yəni. Skuter. Saat da artıq yatmaq yaxşıdır. Ay sağ. Bəs bizim gələcəyimizə, bizim cəmiyyətə nə deyə bilərsiniz? Motosiklet ismini nə deyim? Motosiklet alın ya. Motosiklet al. Bizim izləyicilərimiz, cavanlarımıza nə deyə bilərsiniz? O yeni yetmələrə nə deyə bilərsiniz? Universitetə girməyin. Hə? Universitetə girməyin. Yəni yeni yetmələrə deyə bilərsiniz ki, yəni arzu edə bilərsiniz ki, Boş vaxt itkisidir də, yəni universitetə girməsin. Video ilə məzələnməyin ya. universitet lazım deyil. Lazımdır əslində. Bu xəyallarınızın arxasında qalsın da. Sırf kiminsə sözünə görə yox. Xoşbəxtliyin ibadət sayıldığı ölkədə biz kafirik. Vay. Görürsən? Sağ ol. Nöqtəni vurdu qardaş. Nöqtəni vurdu. Başqa heç nə deyil. Miau.